Yeni Azərbaycan Partiyasının gazetidir. Çok inkişaf edip genişlenip ve güman ederim ki bu yoluna giderse daha da güçlü gazet olacaktır. ...1993-cü ilin 10 aprel tarixindən nəşr olunmağa başlayan Yeni Azərbaycan qəzeti artıq 30 ildir ki, oxucularının ixtiyarındadır. Qəzetin təsis olunduğu dövr çətin və mürəkkəb olsa da, keçdiyi zəngin və şərəfli tarixi yol ona geniş oxucu auditoriyası qazandırıb. Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının rəsmi orqanı kimi yaradılan Yeni Azərbaycanın fəaliyyətinin qayəsini, partiyanın ideya siyasi xəttini, ölkədə baş verən proseslərin əsl mahiyyətini xalqa çatdırmaq, Heydər Əliyev ideyalarına sədaqətlə xidmət göstərmək təşkil edirdi. Yeni Azərbaycan gazetinin belə sürətlə, sıçrayışla inkişaf etməsi çok sevindirici bir haldır. Yani burada hem məzmun, hem karakter, gazetin karakteri, hem onun dərc ettiği muhtelif materyallar, hamısı birlikte bu gazeti yüksek seviye kaldırıptır. Ve onun redaktörü da Alqış Həsənoğlu'dur, genç bir şəxsdir. Ve çok memnunum ki, gençler, bizdeler, hamısı gençtir bu. Gazete redaktörleri hamısı gençlerdir. Gençler bizim mətbuatda belə yaxşı fəaliyyət göstərirlər. Yeni Azərbaycan bugün də partiyanın çoxşaxəli fəaliyyətinin təbliğatçısı kimi öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Müxtəlif mövzularda yazıları, rəngarəng təqdimatları ilə oxucuların rəğbətini qazanmağı, ictimai rəyin nəbzini tutmağı bacarıb. Bugün məzmun və tərtibat baxımından təkmilləşən qəzetin səhifələrində xəbərlərlə yanaşı, ictimai maraq doğuran aktual məsələlərə dair təhlil və araşdırma xarakterli yazılara da geniş yer verilir. Əlbəttə ki, bütün bu uğurların arxasında böyük zəhmət, səmərəli kollektiv fəaliyyət dayanır. Öz dəsti xətti ilə seçilən jurnalistlər hadisələrə obyektiv, qərəzsiz və peşəkar yanaşma sərgiləyərək, baş verənləri operativ işıqlandıraraq günün nəbzini tutur. Yeni Azərbaycanın səhifələrində əksini tapan bir-birindən maraqlı və önəmli yaradıcılıq məhsulları ictimai rəyə ciddi təsir göstərir, hətta gündəmi müəyyənidir. Yeni Azərbaycan qəzeti Azərbaycan mətbuatında yeganə mətbu orqandır ki, o Ulu Öndərimiz Heydər Əliyevin xeyir duası ilə yaranıb. Ona görə biz bugünü həm də Heydər Əliyevin bioqrafiyasının çox böyük məqamı, mühüm anı kimi qəbul edirik. Yeni Azərbaycan qəzeti Heydər Əliyevin, Ulu Öndərimizin bioqrafiyasına daxil olmuş bir faktordur, bir hadisədir. Və Yeni Azərbaycan qəzetinin də əsas hədəflərindən, vəzifələrindən biri Ulu Öndərimizin, Heydər Əliyevin dövlətçiliyi, siyasi təbliğ etməkdir, araşdırmaqdır. Tez-tez deyirik ki, Heydər Əliyev tarixi şəxsiyyətdir, amma daha dəqiq, daha düzgün ifadə etsək, Heydər Əliyev ilə tarixin özüdür. Ona görə də bu tarixi araşdırmaq, öyrənmək, xüsusən gənc nəsillərə təqdim eləmək bizim həm vəzifə borcumuz, həm jurnalistlik, həm də Ulu Öndərimiz qarşısında bir vəfa borcumuzdur. Və bu borcu yerinə getirmək üçün biz gələcək günlərdə də əlimizdən gələn bütün imkanlardan istifadə edəcəyik. Yeni Azərbaycan həm də varislik prinsipinə sadiqdir. Ənənə ilə müasirliyin vəhdətini yaradır, təcrübə ilə yenilikçi baxışı uzlaşdırır. Kollektiv qəzetin həm dünənində, həm də bugünündə çalışan peşəkar əməkdaşlarla yanaşı, həm də perspektivli gənclərdən ibarətdir. İllik fəaliyyəti dövrünün 27 ilində keçmiş Qarabağ münaqişəsinin bütün ağrı acısını Yeni Azərbaycanda yaşadı. Qalibiyyətə doğru uzun və şərəfli yol keçdi. Nəhayət, şanlı zəfərimiz qəzetin səhifələrini bəzədi. Bəli, həm vətən müharibəsində, həm də post müharibə dövründə reallıqları böyük əzimkarlıqla geniş auditoriyaya çatdıran, qələbə tariximizi əbədiləşdirən Yeni Azərbaycanın qələm sahibləri həm də informasiya müharibəsinin əsgərləridir.
Əminliklə söyləmək olar ki, Yeni Azərbaycan klassik qəzetçilik modelini müasir dövrün tələblərinə, yeni dönəmin reallıqlarına uyğun zənginləşdirərək inam və etibar ünvanına çevrilib. O öz fəaliyyətini təkcə kağız üzərində deyil, internet resurslarında da uğurla davam etdirir. Belə ki, mövcud texnoloji imkanları, oxucuların operativ informasiya tələbatını nəzərə alaraq, bugün Yeni Azərbaycan qəzetinin müasir tələblərə cavab verən internet saytı və televiziyası səmərəli fəaliyyəti ilə diqqəti cəlb edir, yaxşı mənada fərqlənməyi bacarır. Səhifələrində Azərbaycanın müasir dövlətçilik salnaməsini əks etdirən Yeni Azərbaycanın uğurları göz qabağındadır. Amma eyni zamanda görüləsi işlər çox, hədəflər isə böyükdür. Hər cümləsində fikir bitsə də, Yeni Azərbaycanın sözü bitməyib, missiyası davam edir. Qəzet zəfər marşında olan Azərbaycanın yeni qələbələrinin müjdəçisi olacaq. Buna şübhə yoxdur.